Hər birinizi gözəl Allahın adıyla salamlayıram. Maşallah olsun, bəsqədər maarifləndirmədə həkim yoldaşlarımız Instagramda danışan var, TikTokda danışan var, efirlərdə danışan var, eee, və bu çox gözəldir. Hamımız çalışırıq maarifləndirək pasiyenti. İndi kimin niyyəti, məqsədi nədirsə onu özü bilir, Allah bilir. Mənim bu gün danışmaq istədiyim miyom, eşitdiyimiz miyomdur. Baxın, az öncə bizim yanımıza bir pasiyent gəldi. 32 yaşındadır. 6 illik histerektomi olub. Yəni 28 yaşında uşaqlığı alınıb. Niyə? 4 santı miyoma görə. Miyom harda yerləşib? Submukoz. Ümumən miyomun yerləşməsi, miyomların yerləşməsi uşaqlığa nəzərən 3 yerdə yerləşə bilir. Uşaqlıq boşluğunda və ya boşluğunu basan, buna deyirlər submukoz. Uşaqlığın əzələ qatında, orta qatında, buna deyirlər intramural, yəni əzələlərin içində və uşaqlığın üstündə, buna deyirlər subserus. Uşaqlığın üstündə ayaqcıq, üzərində də var bir sapdan armud quyruğu kimi və geniş ayaqlı olanı var və çox hissəsi serozanın altında olan miyomlardır. Uşağın boşluğunda yerləşən miyomlarda bir sap üzərində olan, ayaqcıq üzərində olan miyomlar vardır və geniş əsaslı vardır. Bu da FIBO təsnifatına görə 0, 1, 2 bölünür yerləşməsinə görə submukoz miyomlar. Əslində mən bunu loru dilində danışmaq istəyirəm. Niyə? Pasiyentlər oyaq olsun. Nəyə görə? Hər bir xanımın orqanı onun üçün çox vacibdir. Orqan o zaman çıxarıla bilər ki, ana ölümü ola bilər, qadın ölümü ola bilər, qadının həyatı bahasına başa gələ bilər o orqanın saxlanılması. O zaman orqan çıxarıla bilər. Məsələn, doğuş zamanı uşaqlığın atoniləri olarsa, o zaman damarlar bağlanar, hayman qoyular, bütün tədbirlər görürlər. Onunla belə qanaxma davam edərsə, uşaqlıq çıxarıla bilər. Və yaxud ciftin perkriata dediyimiz bitişməsi vardırsa, uşaqlığın bütün qatlarını çəkibsə, hə, bu zaman uşaqlığın çıxarılması göstərişdir. Yox, 4 santı, yəni 40 millimiyom uşaqlıq boşluğunda submukoz yerləşibsə, buna görə uşaqlığı çıxartmaq bu yaraşmır da. Biz həkimlərə bu yaraşmır. Məncə də uziləri mən gördüm köhnə, düzdür, xəstəyə biz geniş məlumat vermədik, heç fırlandıq ətrafından. Əgər bu videonu izləsə başa düşər, əgər o xəstə. Olmasa da başa düşməz. Çünki submukoz miyomu heç nə yox. Histeroskopla çıxarda bilmirsən, uşaqlıq boynunu genişləndir, Kronsankla və ya hemoroidal alət daha çobud. Onu ilə dağı çıxart. Onu ilə bacara bilmirsən, laparotomiya elə, kəs, uşaqlığı böl 2 yerə, canın sağ olsun. İçindən miyomu çıxart. Yəni demirəm laparoskop elə, histeroskop elə, yəni ən sadə metodlarla bunu çıxart. Daha 28 yaşında qız uşağının sadə bir submukoz miyoma görə uşaqlığının çıxarılması bu heç bir dərdə dərman deyil. Ondan bir həftə qabaq 25 yaşında xanımın, bundan bir həftə qabaq, yəni bu bizə bayaq gələn xəstədən bir həftə qabaq 25 yaşlı xanımın amputasiya olunması, uşaqlığının çıxarıb uşaqlıq boynuna boruları yumurtalıqda saxlanılmasının şahid olduq ki, kistlə bizə yaxınlaşmışdır. Yəni bunlar yol verilməzdir. Yenə deyirəm, ana həyatı həll olursa orqan çıxa bilər. Orqan ən sonda çıxarılmalıdır. Orqanı əvvəldən çıxartmaq bu işin rahat tərəfi deyil. Və yaxud başqa bir pasiyentimiz 31 yaşındadır. Adenomyozlu uşaqlığa görə total histerektomi olub. Uşaqlığın ölçüsü 5,5 santimetr. Uşaqlığın divarlarında ultrason cavablarına mən baxıram, köhnə cihazlara. Çalışırıq baxmayaq, çünki bizə də psixoloji təsir edir. Uşaqlığın divarlarında adenomyoz, böyük ölçülü adenomyoz ocağı yoxdur ki, biz deyək, bəli, bu ağrı verir, bu endometrial sahəni genişləndirir, qanaxma daha da profiz olur. Hiçbir şey olmadan, hiçbir biyopsi olmadan, hiçbir patoloji cevap olmadan
28-31 yaşında hanımların orqanını və ya 25 o biri pasiyent çıxartmaq bu heç bir dərdə yanaşmır. Diqqətli olun pasiyentlər. Yeni öyrənənlər ola bilər, yeni xaricdən gələn həkimlər ola bilər. Azərbaycanlı həkimlər heç vaxt bu işi eləməz. Mən əminəm və mən bunun üçün arxayınam və bu söz deyirəm. Xaricdən gələn həkimlər ki, müvəqqəti Azərbaycana gəlirlər, bir gün, 2 gün hansısa bir özəl klinikada çıxıb gedirlər. Bəli, o həkimlər gəlib də boş qayıtmasın deyə bu oyunları da boza bilər. Və sonra da orqan köçürtmək istəyirsiniz ki, doktor, mənim uşaqlıq köçürüm, mənim evladım olsun. Yox, evlad olmayacaq. Çünki zamanında siz səhvə yol verdiniz. Qarant istəyirsiniz, amma həkimin daimi yerini bilmirsiniz. Qarant o zaman olur ki, həkim bir yerdə 3 il, 5 il, 10 il işləyir. Amma xaricdən gələn həkimlər bir təyyarə gəlişindən gəlir, o biri təyyarə gedişindən gedir. Ona görə də miyom, adenomyoz ocaq, uşaqlıqda hansısa bir problemlər zamanı orqanı çıxarılmazdan qabaq geniş düşünmək lazımdır. Və ya başqa yumurtalıqlar problemlərindən danışacağım. Çoxsaylı problemdir. 12 yaşında qızın apendektomi olan zaman sağ yumurtalığın kisti var deyə çıxarılması bu düzgün deyil. Yəqin adət dövrünə düşüb, daha doğrusu adətdən sonra folikulyar dövrə düşüb, ağrıyıb sağ tərəfdən, diferensial diaqnozda çaşılıb, apendisi çıxarılanda, kist də görülür, folikuldur. Onu deşmək istəyəndə qanayır, o qanama da hələ-hələ durmur, onu işləyən həkimlər bilir. HT2 var qanıyor. Bu HT2 benim deyimlə yaxşısı yumurtalığı çıxartmaqdır. 22 yaşında ailə qurub bir o yumurtalıq yoxdur. Və qarın boşluğu frozen pelvik. Nəysə, çox danışa bilərik. Allahın amanı olun, özünüzə yaxşı baxın, maariflənmə acıdan hər kəsə diqqətlə qulaq asın. Maariflənmə gözəldir, oxumaq qəşəngdir, oxuyun. Mən pasiyentlərə üzümü tutublayıram. Çox təəssüf ki, bizim başımızı, fikrimizi, bütün düşüncəmizi Instagram, TikTok, Facebook bunlar qarışdırır. Biz kitabdan uzaq düşdük. Kitabdan uzaq düşmək lazım deyil. Gecə-gündüz oxumaq lazımdır, gecə-gündüz mütaliə eləmək lazımdır. Hərə öz sahəsi üzrə. Demirəm gəlin ginekoloji oxuyun, gəlin tibb oxuyun, gəlin filan şey oxuyun. Yox, hərə öz sahəsi üzrə oxusa, özünü rahat hiss edər və öz işində professional olar. Sizləri gözəl Allaha əmanət edirəm. İnşallah ki, probleminiz olmasın. Probleminiz olanda da vicdanlı, Allahın haqq bilən mütəxəssislərə müraciət etməniz ümidi ilə sizləri gözəl Allaha əmanət edirəm.